Varlı ata, kasıb ata. Robert Kiyosaki və Sharon Lecter'ın müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədirlər. Müəllif öz təcrübələrini bölüşür. Qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər. Kitabdan çıxan başlıca nəticə budur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur. Sadəcə ağıllı olmaq, enerjini, biliyini, əlində olan vəsaiti düzgün paylaşdırmaq və ondan səmərəli istifadə etmək lazımdır. Varlı ata, kasıb ata kitabı öz həyatını firavanlıq içində keçirmək, var-dövlət toplamaq istəyənlər üçün çox faydalıdır. Varlıların varlı, kasıbların isə kasıb olması səbəblərindən biri də odur ki, pullar barəsində insanlar evdə öyrənirlər, məktəbdə yox. Biz bunu valideynlərimizdən öyrənirik. Bəs kasıb valideyn öz övladına pul barədə nə danışa bilər? O sadəcə deyir, məktəbdə oxu və işlə. Ola bilsin ki, uşaq məktəbi əla qiymətlər bitirəcək, ancaq onun maliyyə düşüncəsi kasıb səviyyədə olacaq, çünki o bunu uşaqlıqdan öyrənib. Məktəbdə pul barədə heç nə öyrətmirlər. Müəllimlər maliyyə elmi üzərində yox, elmi və peşəkar biliklər üzərində diqqət cəmləyirlər. Bax buna görə bank işçiləri, mühasiblər, həkimlər və vəkillər təhsildə uğurlu olsalar da ömrü boyu maliyyə sarıdan çətinlik çəkirlər. Bizim ölkəmizin böyük borcları var. Bu da onunla izah olunur ki, yüksək təhsilli siyasətçilər və dövlət xadimləri pul barəsində heç bir anlayışı olmadan maliyyə qərarları verirlər. Məni tez-tez bir sual düşündürür. Yeni minillikdə pula və tibbə ehtiyacı olan adamlarla nə baş verəcək? Əgər uşaqlar pul barədə kasıb valideynlərindən öyrənsələr, gələcək nəsil necə yaşayacaq? Atalarımın fikirlərini təhlil etməklə mən insanın düşüncəsindən onun həyatına necə təsir etdiyini öyrəndim. Atalarımın hər ikisi işləsə də mən fikir verirdim ki, onlardan biri pul barədə söhbət düşəndə beynini işlətməyə çalışır, digəri isə beynini yatırmağa çalışır. Nəticədə elə alınırdı ki, onlardan biri maliyyə münasibətlərində irəliləyirdi, digəri isə əksinə. Atalarımdan biri hesab edirdi ki, yaxşı oxu ki, yaxşı bir şirkətdə yaxşı bir işə düzələsən. Digəri isə deyirdi, yaxşı oxu ki, yaxşı bir şirkət ala biləsən. Biri deyirdi ki, mən varlı deyiləm, ona görə də sizi, övladlarımı böyüdürəm. Digəri isə deyirdi ki, mən varlı olmalıyam, çünki siz varsınız, övladlarım. Biri tələb edirdi ki, pullarla ehtiyatlı ol, riskə getmə. Digəri isə deyirdi ki, riski idarə etməyi öyrən. Biri hesab edirdi ki, bizim evimiz ən bahalı yatırımdır. Digəri isə deyirdi ki, əgər ev yatırımdırsa, deməli, insanın pullarla ciddi problemi olacaq. Biri hesab edirdi ki, dövlət və ya şirkət mütləq onun qayğısına qalacaq. O həmişə maaşının artımı ilə, təqaüd fondu ilə, tibbi güzəştlərlə, məzuniyyətlərlə və buna bənzər şeylərlə maraqlanırdı. Bu ikili təsirdən mən həm də anladım ki, insanın fikirləri onun həyatını formalaşdırır. Məsələn, mənim kasıb atam həmişə deyirdi ki, mən heç vaxt varlı olmayacağam və bu inanc gec-tez həyata keçdi. Mənim varlı atam isə həmişə özünü varlı hesab edirdi. O deyirdi ki, mən varlı adamam. Varlılar isə belə etmir. Hətta böyük maliyyə uğursuzluğundan sonra iflasa uğradığı müddətdə də o özünü yenə də varlı adlandırmağa davam edirdi. O bunu belə izah edirdi. Kasıblıq və iflas arasında böyük fərq var. İkinci müvəqqətidir, birinci isə ömürlükdür. Bir də mənim kasıb atam adətən deyərdi ki, məni pul maraqlandırmır, məsələ pulda deyil. Varlı isə deyirdi ki, pul hakimiyyətdir. Kim bilir, bizim fikirlərimiz həqiqətən hansı gücə malikdilər. Mən onların vacibliyini uşaqlıqdan anlamışam. Mən fikir verirdim ki, mənim atam az qazandığına görə kasıb deyildi. Əslində o az qazanmırdı. O belə düşünüb buna uyğun yaşadığına görə kasıblayırdı. İki atam olduğu üçün mən hələ uşaqlıqdan onların fikirlərini dərindən təhlil edirdim ki, özümə lazım olanını seçim. Onlardan hansını dinləyim, varlı olanı yoxsa kasıbı? Onların hər ikisi elmə və təhsilə hörmətlə yanaşırdılar. Nəyi öyrənməyin vacibliyində isə fərqli fikirlə idilər. Biri istəyirdi ki, mən təhsil alıb vəkil, həkim və ya mühasib olum. İkinci isə mənə məsləhət görürdü ki, təhsil alıb varlanım və pulların necə işlədiyini öyrənim. O tez-tez təkrarlayırdı. Mən puldan ötürü işləmirəm, pullar mənə işləyir. 9 yaşımda mən varlı atamdan pulun nə olduğunu öyrənmək istədim. Daha doğrusu, mən onun elmini bütün elmi titullarına və dərəcələrinə baxmadan kasıb atamın elmindən üstün tutdum.